Rənglər bəzən sözlərdən daha çox məna daşıyır. 16 yaşlı rəssam Ramilə Əkbərova da duyğularını fırça və boyalar vasitəsilə ifadə edən gənclərdəndir. Onun rəsmlərində həyatın müxtəlif çalarları, insan hissləri və təbiətin incə gözəlliyi öz əksini tapır. Daha uşaq yaşlarında rəsmə marağım böyük olub. Bunun üçün də mən Ərtoğrul Zavidan incəsənət məktəbinə daxil olmuşam və bununla da 2022-ci ildə bu məktəbə daxil oldum və burada bir sıra nailiyyətlərim oldu. Burada gözəl işlərim, bir neçə janrda işlərim oldu. Bu işlərə əsasən kompozisiya işlərim olub, natürmort janrında işlərim var, mənzərə janrında bir çox işlərim var. Və bu nailiyyətlərə Məmnə Xatun'da olan, 2025-də olan Məmnə Xatun'da olan Novruz bayramında birinci yerə çıxmışam. O, uşaqlıq illərindən rəsmə maraq göstərib. İlk rəsmlərini sadə eskizlərdən başlasa da, zamanla bu maraq onun həyatının ayrılmaz